Məlum olduğu kimi, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan və oğlu Sedrak Köçəryan saxlanılıb. Onlar Ermənistanın korrupsiyaya qarşı mübarizə komitəsinə aparılıb. Robert Köçəryan 1-ci Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı hərbi hücumlarda iştirak edib, terrorçuluqla məşğul olub. Xüsusilə də Xocalı soyqırımının memarlarından biri kimi tanınır. Onun Azərbaycana təhvil verilməsi mümkündürmü? Global Infoza danışan vəkil Mehman Muradlı deyib ki, Xocalı soyqırımı ilə bağlı kifayət qədər böyük həcmli cinayət işi var. Köçəryanın adı da son məhkəmə proseslərində bu məsələlərlə bağlı dəfələrlə hallanıb. Köçəryanla bağlı hər hansı cinayət işinin olub-olmaması mənə məlum deyil. Amma məhkəmə prosesində Köçəryanla bağlı ifadələr var. Burada həm təqsirləndirilən şəxslərin, həm də zərər çəkmiş şəxslərin ifadələri mövcuddur. Əgər həmin ifadələr əsasında Köçəryanın cinayət məsuliyyətinə cəlb olunması üçün əsaslar varsa, bunlar toplanaraq yenidən cinayət işi başlana bilər. İndi Azərbaycanla Ermənistan arasında müharibə olmasa da, konkret olaraq sülh sazişi də yoxdur. Azərbaycan tərəfindən Köçəryanın təhvil verilməsi ilə bağlı Ermənistana hansı formada təklif irəli sürülməsi məsələsinə gəldikdə isə, vəkil bildirib ki, bu hər halda beynəlxalq praktikada sülh sazişi olmayan ölkələr arasında olan məsələdir. Hesab etmirəm ki, Ermənistan Köçəryanı Azərbaycana təhvil verməyə razılaşar. Çünki o, Ermənistan prezidenti olub və eyni zamanda orada siyasi çəkisi olan şəxsdir. Fikrimcə, Ermənistan tərəfi, xüsusilə də Paşinyan Köçəryanın Azərbaycana təhvil verilməsi məsələsində müəyyən siyasi və hüquqi çətinliklərdən çəkinər.